Biz deyirik ki, Rusiya çox ciddi şəkildə maliyyə və iqtisadi tənəzzül yaşayır. Şərqində Çin, qərbində Amerika və türk dövlətləri ilə bağlı məsələlərini gətirdik. Yəni, bu sadəcə Azərbaycan məsələsi deyil. Sanki bu, siz nəyə oxşayır? Bizimkilər istəyir ki, biz əlimizə bir ağac alaq, ayını döyək və qovaq. Yox, o proses o cür getmir. Baxın, biz Qarabağ zəfərində, bu zəfərin qazanılmasındakı ən böyük faktor nə idi? Geosiyasi şərtlərin uyğunlaşması. Bunu Azərbaycan dövlətinin rəhbəri də dedi. Niyə 27 ildə eləyə bilmirdik? Yəni, burada sadəcə Azərbaycan necə çıxaracaq məsələsi deyil. Rusiya özünü təcrid edir və dalana gətirir, çıxarır bu siyasətinə. Və istər-istəməz, bütün gücün qoyub. Çalışır ki, öz maraqlarını ifadə eləsin, öz maraqlarını təmin eləsin, bura mənimdir desin. Bütün gücü ilə çalışır. Rusiya nə qədər güclü olsa da Rusiyanı sevməyən, istəməyən, qəbul etməyən kifayət qədər düşmənləri var. Amerika güclü deyil, ya Avropa güclü deyil, ya Çin güclü deyil. Ya bizim insanımız da biraz bu nöqteyi nəzərdən, bəli, bu prizmadan baxsın məsələyə. Sadəcə biz döyüb çıxartmalıyıq kötəsə deyə bir mexanizm yoxdur ki. Və bu günləri Qafqazda Rusiyadan başqa dövlətlərin marağı yoxdurmu? Qərbin, Amerikanın, Avropanın marağı yoxdurmu? Var. Təbii, Türkiyəyə marağı yoxdurmu? Var. O baxımdan da burada sadəcə Azərbaycan və Rusiya amili kimi baxmaq olmaz. Rusiyanın buradakı beyin mərkəzləri də əslində bizim insanın beyninə bunu yeritməyə çalışır. Ona görə bizim insanımız inamını itirməməlidir Rusiyanın bölgədən çıxarılmasına. Mən burada bir şey deyə bilərəm, çox qısa. Şərq psixologiyasında belə bir şey var, bunu Hindlilər eləyir. Fil balasını tuturlar, ağaca bağlayırlar. O fil balası bütün gücü ilə çalışır ki, dartınsın və qaçsın, azadlığını təmin eləsin. Qaça bilmir. 1-2-3 ay belə saxlayandan sonra artıq fil balasının qaçmağa bütün ümidi qırılır. Ondan sonra o ağacdan zənciri çıxardırlar, buraxırlar. Çox sərbəst və balaca bir odun bağlayırlar. O indi azaddır. Amma heç yerə qaçmır. Heç vaxt getmir. Çünki qaçmağa olan inamını qırdılar. Bu önəmli bir məsələdir. Azərbaycan insanı özünün bu bölgədə gücünə, ordusuna, əskərinə, tarixi gücünə inanmalıdır, onu qırmamalıdır. Bizə bütünlüklə istər Rusiya, istər İran tərəfdən, bütünlüklə burada ikinci bir savaş açılır. Cəbhə var içəridə. İnsanımızın beynini yesinlər. Anadolular demiş, yıkasınlar. Və biz sürəşir desək ki, biz Rusiya qalib gələ bilməyəcək, Rusiya ilə bizə qalib gələcək də burada. O baxımdan da müasir dövrdə hər şey sadəcə silahlar həll eləmir. Bir yerə qədər silahla gəlirsən, bir yerə qədər siyasi diplomatiya gücü ilə gəlirsən. Bizim bu günləri iki şey eləməyimiz var. Bir, insanımız bu bölgədə baş verən proseslərdən xalqımızın qalib çıxacağına inamını itirməməlidir. 2, mövcud hakimiyyət bir sıra ciddi siyasi islahatlar aparmalıdır ki, xalqın oynamı daha da güclənsin. Bu ikisi paralel getməlidir. Bu olmasa çox ciddi problemlər yaşayacağıq.